Və bugünkü bu olan tiyatrda fikirlərim çox gözəldir, ibratamizdir. O həyatda olacaq, baş verəcək hadisələrdir, çox gözəl canlandırıldı. İstəyərək davam olsun, təkrar-təkrar yenə gələsiz. Məktəb vaxtı, məktəblilər, universitet tələbələri, kollec uşaqları hamısı. Çünki gənclərə lazım olacaq bir senaridir. Ehtiyac duyulacaq bir tamaşalardır gənc nəsillər üçün. Biz çox istəyərdik ki, belə tamaşalar tez-tez səslənsin və biz də Quba səhnəsində belə tamaşalar, klassik musiqilərimiz, gözəl tamaşalarımız həmişə yaşasın və inkişaf eləsin. Bu tamaşa dəyərli ziyalımız Hüseyn Bala Mirəlimovun eyni adlı əsərində hazırlanıb. Tamaşanın rejissoru Laləzər xanımdır. Bizim bu tamaşada məqsədimiz həm analarımıza, qız evladlarımıza xüsusilə də düzgün tərbiyə verək, onlara həyatı düzgün şəkildə öyrədək və qızlarımıza da hər gördüyünüzə inanmayın deyək. Əslində rejissorumuzun, direktorumuzun Laləzər xanımın ilk niyyəti budur. Qızlarımıza milli adət-ənənəmizə riayət etməyi. Ümid edirəm ki, bu tamaşaya baxan hər kəs bu tamaşadan öz payını götürə bilər. Əslində bu tamaşa Sinayənin qızına verdiyi mənfi tərbiyəni bir daha tamaşaçılara göstərir. Düşünürəm ki, ananın elədiyi həm düzgün hərəkət, həm yanlış hərəkət mütləq qızının qarşısında çıxır. Tamaşanı çox bəyəndim. Rayon əhli olaraq biz çox belə canlı tamaşa görmürük. Gəlirdi, nəvəmi də gətirib, bu dəfə dedim, mən gedirəm. Nə yaxşı ki, nəvəm də axıracan dayandı, hər dəfə dayanmır. Yarımçıq gedir, yəqin o da bəyənib. Laləzər xanıma da, Ramiz bəyə də təşəkkür ediyorum. Tez-tez görmək istəyirik. Hər dəfə də söz verirəm, gələcəm, görəcəm, maariflənir. Məktəb vaxtı olsa, şagirdlər gələr. Onlara daha da lazımdır bu bilgilər. Aktyorlar da çox gözəl idi, çox maraqlı idi.